Ya Allah, əziz dostlar, hər birinizi salamlayırıq. Bugün Bakı-Sumqayıt yolunun üstündə. Gördüyünüz kimi Bakı-Sumqayıt yoludur. Yolun üstündə 2 mərtəbəli 230 kvadrat 6 otaqlı evimizi sizə təqdim edəcəm. Evlə yolun arasında 50-60 metr məsafə var. Gələk sizə evi göstərim. Əziz dostlar, qeyd etdiyim kimi Bakı-Sumqayıt yolunun üstündə 2 mərtəbəli 2.7 sotda belə bir həyəti olan evimiz satışa çıxarılır. Evimizin təmirə ehtiyacı var, amma çox gözəl, münasib qiymətə verirlər. Bura evimizin birinci mərtəbəsidir. Yəni bütün ikinci qaydalarına riayət olunub. Gördüyünüz kimi kəmərlərini də görürsünüz evin aşağı tərəf. Bura belə böyük bir zaldır. Burada belə bir otaq var. Burada da belə bir otaq var. Otaq qaranlıq olduğu üçün, yəni ikinci materialları yığdıqları üçün tam göstərə bilmirəm. Buranı da hamam, sanuzel üçün nəzərdə tutulub. İndi qalxacaq yuxarıya, sizi yuxarı mərtəbə ilə tanış edəcəm. Çox gözəl bir yerdə yerləşir bu evimiz. Buranı almağa dəyər. Burada belə bağı var. Qalxırıq yuxarı mərtəbəyə, gördüyünüz kimi pilləkənləri da baxdıq, buranı belə beton eləyiblər. Gördüyünüz kimi Bakı-Sumqayıt yolunun 50-60 metr məsafəsindədir. Daxil oluruq evimizə. Belə geniş bir zaldır. Bura mətbəx salmaq mümkündür, gördüyünüz kimi. Burada bir yataq otağı var. Evimizin işıq, qaz, su, sayğacların hamısı var. Bələdiyyə 2007-ci il bələdiyyə qərarı var. Arxiv arayışlı. Burada isə belə bir geniş şıxayanlı deyəm buranın yataq otağı var. Əziz dostlar, bu evimizin start qiyməti 150.000 manatdır. İnşallah real alıcıya endirim olacaq. Avtovağzal metrosuna 3-4 dəqiqəlik məsafədədir. Bakı-Sumqayıt yolunun düz üstündədir. Kimə maraqlı olsa bizimlə əlaqə saxlayıb, gəlib evə yaxından baxa bilər. Gördüyünüz kimi böyük şəbəkə pəncərələri də var. Əlaqə nömrələrimiz səhifəmizdə var. Allah evi olmayanlara ev qismət eləsin. Belə bir variant mindən bir düşən bir şeydir. Belə bir ev mindən bir düşən. Buraya təmirə ehtiyacı var. Amma çox gözəl və sağlam tikilib bu ev. Kimə maraqlı olsa bizlə əlaqə saxlayaq.